Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. У нас с вами был перерыв 2 месяца по моим личным делам, но я опять вернулась и буду продолжать снимать видео из 2 класса новой версии. Сегодня у нас 18-й урок, праздник Новруз. Будем сегодня с вами разбирать этот урок. Давайте приступим. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz mənim kanalıma. Rus dili dərsləri sizlə 2 aylıq bir fasiləmiz var idi mənim öz işlərimə görə, amma yenə qayıtmışam və sizin üçün yenidən videolar çəkib paylaşacağım. Bu 2-ci sinifin yeni versiya kitabıdır və bugün 18-ci dərsin izahına baxacağıq. Mövzumuzun adında Novruz bayramı haqqında olacaq. Gəlin başlayaq. Первое задание – это ответьте на вопросы по картинке. Yəni şəkil üzrə suallara cavab veririk. И первый вопрос. Что вы видите на картинке? Birinci sualımız odur ki, şəkildə nə görürsünüz? Deyə bilərik ki, на картинке мы видим хончу. На картинке мы видим хончу. Yəni biz şəkildə xonça görürük. Что положили в хончу? Xonçaya nə qoyulub? Biz deyirik, в хончу положили. Görürsünüz, sualda elə bizim cavabımız da var. В хончу положили. Səməni, qoğal, şəkərbura, paxlava, sveçi. Sveçi bu şamlardır. Düzdür, onun içində qoyulmayıb, qırağına düzülüb. Konfet falan başqa işini görsənmir, ancaq gördüyümüzü deyirik ki, şəkərbura, paxlava, qoğal. Что в середине хончи? Xonçanın ortasında nə var? Deyirik, в середине хончи səməni. А вы собираете хончу? Deyirsiniz, xonça yığırsınız. Yığırsınızsa deyirik ki, da. Yığmırıqsa deyirik, нет. Tapşırıq 2, təəssüf ki, yenə də biz qulaq asıb dinləmələrimiz yoxdur. Yenə də arada sırada yoxlayacağım. Birdən dinləmələr gəlsələr, dinləmələri yenidən eləyəcəm. Ya da ki, videonun altında, şərh bölməsində qeyd eləyəcəm o tapşırığı. Hələ ki, yoxdur, arada sırada yoxlayıb baxacağıq. Задание 3. Укажите картинки, название которых отвечает на вопрос «что». Burada «что» sualına, nə sualına cavab verən sözləri göstərməliyik. Burada göstəririk paxlava, şəkərbura, qoğal и badambura. Bunlar 4'ü də nə sualına cavab verir. Следующее задание. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Burada müəllimin arxasıca bu dialoqları təkrarlamaq lazımdır və yenisini buna oxşar, biraz dəyişdirib yenisini qurmaq lazımdır. Gəlin baxaq dialoqumuza. Рауф, кого из друзей ты хочешь пригласить на праздник Новруз? Rauf, sən dostlarından kimi dəvət eləmək istəyirsən Novruz bayramına? Mama, я пригласил Самиру, Nigar, İlhama и Orxana. Ana, mən Samiri, Nigarı, İlhaməni və Orxanı dəvət eləmişəm. Очень хорошо. Я приготовила вкусные блюда. Çox yaxşı. Mən dadlı yeməklər hazırlamışam. Спасибо, mama. Çox sağ ol, ana. İndi siz də buna oxşar qurursunuz. Buradakı cümlələr də uşaqlar təkrarlasın, başa düşsün, ona oxşar da cümlələr qursunlar. Hüseyin, ты любишь праздник Novruz? Hüseyin, sən Novruz bayramını sevirsən? Да, Эльнара, очень. Bəli, Эльнара, çox. Мы приготовили очень вкусные сладости. Biz çox dadlı şirniyyatlar bişirmişik. А səməni к празднику вырастили? Bəs səməni bayram üçün böyütmüsünüz, yetişdirmisiniz? Конечно, əlbəttə. Bax, burada da yaxşı ifadələr var. Mütləq bunları uşaqlarla işləyərsiniz. Задание 5. Укажите соответствие, uyğunlaşdırmaq lazımdır. Burada bizə veriblər söz вкусная, dadlı. İndi burada dadlı nə ola bilər və вкусная sözü qadın cinsindədir. İminlə qadın cinsində olan sözləri uyğunlaşdıra bilərik. Вкусная paxlava deyə bilərik. Вкусная şəkərbura deyə bilərik. Вкусная badambura deyə bilərik. Яйцо yumurta deyə bilmərik, çünki orta cinsdir. Konfeti də burada cəmdir, onu da deyə bilmərik. Ancaq A-la ya-la qutaran sözləri вкусная sözünü uyğunlaşdırmaq olar ki, qadın cinsi olsun. Səməni zaten dadlı olmur, uyğun da gəlmir. Bu üç sözü deyirik. Вкусная paxlava, вкусная şəkərbura, вкусная badambura. Запишите элементы буквы Х и Ц. 2 dənə hərfdir. Yeni hərflərimiz bu. X, Azərbaycan dilində də elə X deyirik və bu C. Bu C hərfi Azərbaycan dilində yoxdur. Bunu çox vaxt uşaqlar çox çətinlik çəkir deyilişində. Ona görə buna çox diqqət eləyirsiniz. Bu bukva C-dir. C.
Siqan, sirk. Çünki hərf Azərbaycanda olmadığı üçün bu səsi demək uşaqlara çətindir. Bunu diqqət eləsinlər və burada elementləri var. Bunları da yazırsınız. Большая bukva X, маленькая bukva X və C bukva. Большая, маленькая. Bunları da yazıb öyrənirlər uşaqlar. Bu qədər bu dərsimiz. Gələn dərsdə görüşərik. Sağ olun. На этом все. Увидимся с вами на следующем уроке. Всем до свидания. Увидимся. Пока.